Salam, bizim bugünkü izahımız 2018-ci ildə keçirilmiş DİMİN sınaqlarından nömrə 1-in izahı olacaqdır. Vaxt itirmədən başlayaq birinci sualdan. Bizə deyir ki, reaksiya üçün ümumi olan nədir? Birinci reaksiyada gördüyünüz aldehiddir. Aldehidin hidrogenlə reduksiyasından alınacaq metil spirti. İkinci reaksiyadan alınacaq dəmir 3 hidroksid, qonur rəhli çöküntü. Üçüncü reaksiyadan isə qarışqa turşusu alınacaq. Hər üçü üçün ümumi olan birləşmə reaksiyasıdır. Elə birinciyə gedəcəkdir cavab A variantı. Sonra ikinci. Deyir, gümüş güzgü reaksiyasından 0,4 mol gümüş əmələ gəlmirsə, neçə qram propion aldehidi alınır? Ümumiyyətlə, bütün aldehidlərdə aldehid üstə gəlinsin gümüş piroksid alınır hər zaman 2 mol gümüş. O zaman belə çıxır ki, əgər mənim aldehidim 58 qramdırsa 2 mol gümüş çıxır. Kütləsi nə qədər olsa 0,4 mol gümüş çıxar. X qədər. Buradan da hesablayırıq, çıxır 11,6 B variantı. Növbəti keçək buradan 28-ə. Bizə XO2 verib, protonların sayı 30-dur. X flor 4. Burada da Y-dir. Biz buradan birinci birləşmədən X-i tapmalıyıq ki, X-da nə qədər proton var. XO2-dir. Oksigində 8 vuraq 2, 16 ədəddir. 30-dan çıxaram 16-nı. Mənə verər 14. Gətirib burada yerinə qoyanda 14 üstə gəlinsin. 4 dəfə 9, 36. X da bərabərdir 40. 50 cavabını alarıq. 28-də cavab A variantı olacaqdır. Növbəti keçək 29-a. Bu test çox sadədir. Bizə deyir ki, S elementidir X, Y qeyri-metal olub P elementidir, Z isə D elementidir. Hansı birləşmələr adi şəraitdə gedir deyir reaksiyaya. Ümumiyyətlə S elementlərinin oksidləri də su ilə reaksiyaya girir, P elementləri də girir, amma D elementləri girmir. Girənləri istədiyinə görə 1, 2, B variantı olmuş olacaq. 30 deyir ki, hansı ifadələr doğru deyil? Mürəkkəb efir əlavə mühitdə hidrolizi dönən prosesdir. Ümumiyyətlə, mürəkkəb efirlər tuş mühitdə hidroliz etdikdə spirt və turşunu əmələ gətirir. Bu dönəndir, amma qələvi mühitdə olduqda dönməyəndir. Ona görə bir yanlışdır. Deyir, mürəkkəb efirlər həm üzvü, həm də qeyri-üzvü bütün turşular spirtlərlə reaksiyasının məhsuludur. Buradakı bu cümlə də yanlışdır. Bütün üzvü turşularla bəli, həm də qeyri-üzvü turşuların hamısı ilə yox. Oksigenli bütün qeyri-üzvü turşular olmalıdır. Məsələn, oksigensiz turşularla monohalogenli törəmə verir, mürəkkəb efir vermir. Ona görə də biz burada 2-yi də yanlış götürürük. Deyir, mürəkkəb efirlər tuş mühitdə hidrolizi dönəndir. Bəli, dönəndir. Yanlışlar dediyinə görə 1, 2, Y variantı. Gələk 31-ə deyir, hansı reaksiyanın tənliyi anilinin əsası xassəli olduğunu göstərir. Əsasi xassəli olan maddələr əsasən turşularla reaksiyaya daxil olmalıdır və burada da anilinin özü budur, C6H5NH2 turşu ilə reaksiyasından duz əmələ gətirir və bu da onun əsas xassəli olduğunu göstərir B variantı. Gələk 32-yə. Deyir, kalsium nitrat və mis nitratın parçalanması alınan məhsulların sayını müəyyən edin. Burada alınıbdır NO2. NO2 təkcə burada mis nitratın parçalanmasından alınacaq. Gəlin mis nitratı parçalayaq. Mis NO3 2 parçalananda bizə mis oksid NO2 plus O2 verər. Oksigenden başqa hamısının qabağına bir 2 atsam, NO-nun qabağına bir 4 atsam, hamısı düzəlir. Mən elə kakraz buradan baxıram ki, mənim əlimdə NO2-nin miqdarı 4-dür. NO2 4 olanda, deməli bundan 1 mol parçalanıb, 1 mol oksigendir. Kalsium nitratı parçalasam isə, kalsium nitrat parçalananda mənə kalsium nitrit verəcək. Kalsium NO2, NO3 2 plus oksigen. Və burada əmsallaşdırmağa da ehtiyac yoxdur. Görürəm ki, bu şəkildədir. Deyir, ilkin qarışıq
3 moldur. İlkin qarışıq 3 mol deyil. Hərəsindən 1 mol 1 mol götürüldüyü üçün ilkin qarışıq 1 moldur. Ona görə birinci ifadə yanlışdır. Məndən bir dəqiqə nə istəyir? Oksigenlərin sayını düzgün əmsallaşdırmamışam. Böyük ehtimal. Azotdan 2 dənə oksigen 6. Burada nitrit olmalıdır. Nitrit 4, 6. Oksigen ödənir. Hə, burada 2 mol parçalanıb. Buna görə 2-dir, bu da 1-dir. İlkin qarışıq deyir ki, 3 moldur. Bəli, ilkin qarışıq 3 moldur. 1 doğrudur. 1 mol kalsium nitrat parçalanıb. Bəli, 1 mol kalsium nitrat parçalanıbdır. Bu da doğrudur. 4 mol mis nitrat parçalanıb. Xeyr, yanlışdır. Deyir 2 mol metal oksid alınıb. Buradan baxıram, bəli 2 mol metal oksid alınıb. 2 mol bərk maddə alınıb. Xeyr, 2 mol bərk maddə alınmayıb. Kalsium oksid var 2 mol bərk maddə. Bir də 1 mol kalsium nitrit var. Ümumilikdə 3 mol olmalıdır. Ona görə bu da səhvdir. Cavab 1, 2, 4 D variantı. Növbəti gələk 33-ə. Mis nitratın üzərinə kalium hidroksid gəldikdə buradan X-imiz olacaq. Mis 2 hidroksid çöküntüsü. Təzədən bunun üstünə hidrogen klorid gələndə su çıxıb. Y-imiz olacaq kalsium klor 2. Daha doğrusu kalsium klor 2 yox, kalsium OH klor. Qayıdıb bu Y-in də üstünə təzədən bir də klor gələndə Z, bu da olacaq kalsium klor 2. Məndən Z maddəsi ilə reaksiya daxil olmur. Deməli, kalsium klor 2 ilə reaksiya daxil olmayanı axtarmalıyam. Barium sulfatdır, çöküntüdür, onsuz reaksiya girməyəcək. B variantı da girməyəcək. Dəmir xlor 2 də girməyəcək. Burada girəni axtarırıq. Kalsium karbonat da özü çöküntüdür, girməyəcək. Amma qələvi girəcək ki, buradan. Yox, bir dəqiqə. Məndən girə biləni istəyir. Onda 33-də cavabımız elə qələvi olacaq. D variantı. Bu kalsium deyil. Kalsium yazıram bura. Mis xloriddir, mis. Ona görə bu reaksiyaya girəcək natrium hidroksidlə. Buradan da mis OH 2 çöküntüsü alınacaq çöküntüyə görə. Sonra gələk 34-də deyir, hansı sxem üzrə reaksiyadan alınan qaz kalsium hidroksid ilə məhlulunu bulandırar. Buradan elə bir qaz olmalıdır ki, CO2 qazı bulandıracaq. CO2'nin alındığı reaksiyada 34'də olacaq. Bir dəqiqə. Buradan çıxacaq amonyak. Ona görə bu dök. Buradan hidrogen çıxacaq. Bu dök. Buradan N2O çıxacaq. Bu da dök. Buradan dəm qazı çıxır. Cavab olacaq C. Buradan CO2 çıxır. Sonra gələk 35-ə. Deyir, hansı reaksiyada xlor yalnız reduksiya edicidir? Xlorun reduksiya edici ola bilməsi üçün xlorun oksidaşma dərəcəsinin artması lazımdır. Məsələn, burada kalium xlora keçir, azalır. Burada xlor -1'dir, elə -1 olaraq da qalır, A da deyil. 35'də məsələn, xlor -1'dir, xlor 0'a keçəcək, artacaq. Ona görə cavab Y-dir. Sonra 36 deyir, mis O, NH3, mis bu reaksiya stəlində reduksiya edicinin əmsalını müəyyən edin. Deməli, burada mis neçədən keçib? Müsbət 2-dən mis 0'a keçib. Amonyakda azot -3'dən keçib azot 0'a, amma burada 2 var. Deməli, bura bir 2 yazıram. 2'dən 0'a gəlib 2 fərq var. 6'dan 0'a gəlib 6 fərq var. İxtisar gedir 1'in 3'ə. 3'ün 1'ə. Deməli, bunun qabağına bir 3 yazıram. Bura bir 3 yazıram. 1 düşür bunun qabağına. Onda bura bir 2 atıram. Hidrogen 6'dır deyə bura bir 3 atıram. Düzəldi. Reduksiya edicinin əmsalını istəyir. Reduksiya edici burada elektron verib artandır. Amonyakın moludur. O zaman 36'da cavab olacaq C variantı. Sonra gələk 37'yə. Bizə belə bir məhlul qarışdırma düsturu verib. Bu zaman nə edəcəyik? Heç nə. C1, M1 üstə gələk C2, M2 bərabərdir C1, V1 düsturundan istifadə edəcəyik. Gəlin yazaq. Bunları litrə çevirəndə 0,4 litr, bu da 0,6 litr. 0,4'ü 2'yə vuranda 0,8.
üstə gəlinsin. 0.6-nı x-a vuranda 0.6 x bərabərdir. 1000-dir, 1 litrdir. Onu da 3.2-yə vuranda 3.2e qiymətini alaram. O zaman 2.4 bərabər 0.6 x da bərabərdir. Buradan 3 dəfə 4 çıxacaq cavab C variantı 37-də. Sonra gələk 38-ə. Deyir, hansı birləşmələr adi şəraitdə bromlu suyu rəngsizləşdirir? Burada strolu götürəcəyik. Butan rəngsizləşdirmir, fenol rəngsizləşdirmir. Yalnız 3, 38-də bir dəqiqə rəngsizləşdirər deyir. Burada stroldur rəngsizləşdirən. Bir də fenoldur rəngsizləşdirən. Butan doymuşdur, rəngsizləşdirmir. Ona görə də 2, 3, B variantı. 39 deyir, doğru olanları müəyyən edin. Fosforun adi şəraitdə valentliyi 3-dür. H3PO4-də valentlik 5-dir. 5 valentlidir. PQ5-də də 5-dir. Deyir, fosforun valentliyi 5-dir. A'yı eləyəcəm. Gəlin rəqəmləri burada yazın. 1, 2, 3. A'yı eləyərəm. 2-yə də, 3-ə də. Sonra deyir, kalsium ilə birləşmə reaksiyasına daxil olur. Bax, burada kalsiumla reaksiya daxil olursa, B-ni əlavə eləyəcəm yalnız fosfora. Çünki fosfor kalsiumla reaksiya daxil olanda kalsium 3, P2 fosfidlər əmələ gəlir. Amma kalsium orta fosfat turşusundan reaksiya girəndə hidrogeni əvəz eləyir. Birləşmə reaksiyası deyil deyə birinci ifadə B gedir yalnız 1-ə. Sonra molekulunda yalnız polar kovalent rabitələr var. Polar kovalent rabitələr var deyirəmsə, bu zaman 2-yə də aid eləyə bilərəm. 3-ə də aid eləyə bilərəm. Çünki müxtəlif element atomları var. İkincidə də, üçüncüdə də. Lakin 1-də qeyri-polardır. Ona görə C buralara gedir. Ardından deyir, qaranlıqda işıq saçır. Yalnızcana ağ fosfor saçır. Ona görə cavab olur B. Sonra gələk 40-a. Qələvi metalların su ilə reaksiyasının sürəti onların sıra nömrəsindən necə asılıdır? Onların get-gedə metallığı artdığına görə su ilə reaksiyası da artır. Cavab olur 40-da D variantı. Gələk 41-ə. Deyir ki, hansı maddələr alkanların monohalogenini törəməsidir? X-in üstünə natriumla təsir etdikdə monoalkan alınırsa, bu X monohalogenidir. X-i götürürəm. Natrium gəlirəm, sikloalkan alıramsa, bu didi, ona görə götürmürəm. Sink gəlib alken alıramsa, deməli, bu da dihalogenidir. Ancaq monohalogeni törəmənin üzərinə kalium OH-ın spirtdə məhlulunu tökdükdə alkeni alıramsa, bu da monodur. Deməli, X-la T-yi götürməliyəm. XT 41-də olur A variantı. Gələk 42-yə. 42 nömrəli sual test toplumumuzda olan bir sualdır. Bunun uzun bir həlli var. Gəlin baxaq. Məsələn, bu hissəyə baxsam, AB-nin olduğu hissəyə A ilə B-nin cəmi 5.6-dır 0.1-nin. Onda A ilə B-nin 1 molunun kütləsi eləyəcək 56. Sonra bu hissədə baxsaq, A ilə D2-nin kütləsi A üstə gələk 2 dənə D bərabər 111-ə. Sistem tənliyin biri bu. Sonra bir dənəsində buradan baxanda A üstə gələk. Nə yazacağım bura? 2B bərabər də eləyəcəkdir. 0.2-yə böləndə bunu 144-ü 2-yə bölsək 72 eləyəcəkdir. İndi nə etmək olar burada? 2 dənə tənlikdən bax bundan B-yi tapsam, tərəf-tərəfə çıxsam ya tərəf-tərəfə toplasam, gətirib yerinə qoysam. Məndən nə istəyir? D elementinin nisbi atom kütləsini, yəni D-ni tapmağımı istəyir. Gəlin birinci biz A üstə gələk B bərabərdir 56.
A üstə gələk 2B bərabərdir 72-dən. Tərəf-tərəfə çıxsam B bərabərdir 72-dən 56 çıxanda 6, 16 qalır. B 16-dır. B 16-dırsa gəlib A-yı tapanda A da bərabərdir 40 olur. Gətirib burada yerinə qoyanda A üstə gələk 2D-də 40 üstə gələk 2D bərabərdir 111. Bu zamanda D bərabərdir 71, 2D. D də bərabərdir 35,5. Eləyəcək Y variantı 42-də. Sonra 43. Deyirsiniz COH natriumdur, eləmi? Bu duzun, sirkə turşusunun natrium duzu deyir. Nəyə görə hidroliz edir? Bunun sirkə turşusu tərəfi zəifdir. Bunun natrium tərəfi qüvvətlidir. Deməli, bunun turşu tərəfi katod var, anod var. Katod mənfi işarəlidir. Anod müsbətdir. Mənfinin üstünə gələnlər müsbətlər olur, katyonlar. Anodun özünə gələnlər mənfi olur, anionlar. Bizdə də bu turşu tərəf anoda gəlir deyə aniona görə hidroliz eləyir. Suda məhlulunda da qələvi daha qüvvətli olduğuna görə 3 də doğrudur. Cavab burada 2, 3, 43-də D variantı olar. Doğru ifadələr. 44. Burada bizə nələr veribdir? Kaliumdur, kalium hidritdir, kalsium karbiddir, kalsium aziddir. Bunların deyir su ilə reaksiyasından nə alınır? Kalium hidrit su ilə reaksiya daxil olanda hidrogen qazı çıxır. Kalsium karbiddən asetilen qazı çıxır. Kalsium azidin də su ilə reaksiyasına amoniak, bir də ki kalsium hidroksid çıxacaq və 44-də cavabımız eləyəcək A variantı. Gələk 45-ə. Deyir qablardan birində dəmir, birində gümüş, digərində isə alüminium var. Hər üç qaba duru sulfat əlavə edilir. 1 və 3-cü qablardan qaz ayrılır. Burada onda gümüş reaksiya girmədiyinə görə ortadadır. Natrium hidroksid əlavə olunarsa deyir birinci qabdan qaz ayrılır. O zaman natrium hidroksidlə də reaksiya girirsə bu alüminiumdur, dəmir axırda olmuş olacaq. Buna görə alüminium, gümüş, dəmir. Alüminium, gümüş, dəmir A variantı. Gələk 46-ya. Deyir ikili butil radikalı ilə hidroksil qrupunun birləşməsinə alınan maddə üçün. İkili butil dediyi bu maddədir. Butil spirti. Bura bir hidrogen, bura bir H. Burada bir 3 hidrogen qoysam, maddəm budur. Deyir, asimetrik karbon atomu var. Bəli, baxın, buradakı hidrogeni yuxarı qaldırsam, rəngi dəyişim. Buradakı karbon asimetrikdir. Bir doğrudur. Sonra, deyir, oksidləşmə məhsulu butanondur. Bəli, bu ikili spirt olduğuna görə alınacaqdır butanon. Oksidləşmə məhsulu 2 metil propanaldır, 3 səhvdir. Ona görə 3-ün olduğu variantları çıxıram. Bir də 1-2-yi tapmışam da düz. Ona görə D də deyil, C variantıdır. Heç o birisilərə baxmıram. Deyir 1 mol natriumlə 1 qram hidrogen əmələ gətirir. Bəli, doğrudur. Birinci karbon atomunun oksidləşmə dərəcəsi -1-dir. Mən variantımda bu yoxdur. Ona görə də götürmürəm. Gəlin baxaq 47-yə. Deyir, Lafsanın polimerləşmə dərəcəsi 1000-dir. Molekulunda karbon atomları sp2 hibrid orbitalların sayını tapın. Lafsan molekulunda mən bilməliyəm ki, nə var? Bax, budur. Buradakı karbonlarda sp2 olur. 6 dənə karbon Lafsanda. Bu karbonildəkilər də sp2 olur. Onda deməli 8 dənə karbon atomu sp2-dirsə, hər karbonda 1s2 və 3 orbital vardır. 3 dəfə 8, 24 eləyir. 1000 dənə atomdan söhbət gedirsə, 24-ü də 1000-ə vuranda 24.000 cavabı o olar. Sonra gələk 48-ə. C6H6 benzolun xlorla reaksiyası alüminium xlor 3-də əsasən burada katalizatorlar var. Əgər mənim katalizatorum alüminium xloriddirsə, burada 6 karbon hidrogenin 6-sı da
xlorla əvəz olunur. Birləşmə reaksiyası deyir səhvdir. Karbonun oksidaşma dərəcəsi dəyişir. Bəli, doğrudur. -1-dən -1-ə keçir. Heksa xlor benzol alınır. Bu da doğrudur. Deyir karbon atomların hibrid halı dəyişir. Xeyr, hibrid halı dəyişmir. Hidrogen xlorid alınır. Bəli, hidrogen xloridlər də alınır. Bu da doğrudur. 2, 3 və 5-dir. Sonra gələk deyir 20% qarışıq olan HKS qarışığından 196 qram sulfat torfu alınmışdır. Deməli 20% qarışıqdırsa, onda 80% HKS-dir. HKS-dən ox qoyub HKSO4 alıram. Mən görürəm 1 molundan və yaxud da 22,4-dən 98 qram alınır. Nə qədərindən 196 alınır. Buradan tapıram x bərabərdir 44,8 litr. Həmin bu 44,8 litr 100%-ə uyğundursa, nə qədər olsa qarışıq, daha doğrusu 80%-ə uyğundursa, qarışıq da 100%-dir. Buradan da x-i tapanda 56 litr etmiş olacaq. Gələk 50 nömrəli sualımıza. Deyir uyğunluğu müəyyən edin. Molekulunda ümumi sigma rabitə alkanlardır. Alkanın formulu CnH2n plus 2-dir. Sigma rabitələrin sayı indeks topladıq 1-dir. O da 3n plus 1 eləyir. 16-ya bərabər eləsəm bunu n birincidə çıxacaqdır. Neçə? 5. N çıxacaq ikincidə 3. O birində 4. Deyir hibrid orbitalları tap. 5 dənə karbonu olanın neçə hibrid orbitalı olur? 4-ə vursam 20. 1-ə gedir C. 3 dənə olanı 4-ə vursam 12 eləyəcək. 2-yə gedəcək B. 4 dənə olanda 4-ü 4-ə vuranda eləyəcək 16. Burada gedir Y. Bu oldu bizim 2018-dən birinci sınağın izahları.